Ucuzda bu qədər pul hardandır səyahət etmək üçün? Mən ayda sosial mediada satışları artıran targetoloqam. Misirdə safari turundayam və bugün sizə seçimlərimdən və qazanclarımdan danışacağam. Maraqlıdırsa videonu sona qədər izlə. Niyə bir çoxunun xəyalı ilin əvvəlində yazdığı o kağız üzərində Çünki qalır? bəziləri işlədiyi o işdən çıxa bilmir. Bəzilərinin qazancı xəyallarına çatmır və ya bəziləri cəsarət edə Mən bilmir. isə bir gün qərar verdim ki, həyatımı başqalarının qoyduğu qaydalarla yox, öz seçimlərimlə Risk yaşayım. etdim, öyrəndim və öz işimi qurdum. Bu gün isə telefondan idarə etdiyim reklam kampaniyaları sayəsində həm işləyirəm, həm də gəzərək dünyanı kəşf edirəm. 7/24 vaxtımın sahibi özüməm. Haraya getməyi, necə işləməyi və necə yaşamaq qərarını mən verirəm. Misir səhrasında safari turunda olmaq da həmin qərarların nəticəsidir. Xəyalları reallaşdıran şey möcüzə deyil. Sadəcə biraz cəsarət və doğru istiqamətdə atılan addımlardır. Bu arada Misir səhrasında qatıldığım bu safari turu və qiymətlərlə bağlı açıqlamada ətraflı yazacağam. Zamanında etdiyim seçimlərin nəticəsi özünü göstərir. Mən səhradayam, reklamların hər biri qaydasında gedir, sahibkarlar işimdən, mən isə həyatımdan məmnunam.